Əslində, Cənab Prezident ötən gün olduqca vacib açıqlamalar etdi. Burada biz müharibənin bitməsinə baxmayaraq hələ də yaşanan tarixi, olub bitənləri unutmamalıyıq. Eyni zamanda post-münaqişə dövründə Ermənistana bəzi dairələr tərəfindən silahların verilməsi və sanksiyaların tətbiq edilməməsi kimi olduqca vacib açıqlamalar var idi. Mən istərdim ki, elə baxın yaxın keçmişə, yəni qaydaq, sülh paraflanmazdan qabaq olan hadisələrə nəzər yetirək, Ermənistanın müxtəlif dairələr silahlandırırdı. Nəyə görə Cənubi Qafqazda sülhün bərqərar olunmasında, belə sizə deyim ki, sülhün bərqərar olmasını istəmirdilər və bu hansı maraqlara xidmət edirdi? Təşəkkür edirəm. Əvvəlcə ondan başlayaq ki, möhtərəm Prezidentin Qarabağa, öz ad günündə Qarabağa səfəri və burada açılışlar əslində bu Azərbaycanın qarşısına qoyduğu hədəflər, milli prioritetlər, o cümlədən zəfərimizin dayanıqlığının qorunması istiqamətində çox mühüm həmlə idi. Bilirsiniz ki, Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər müəyyənləşərkən qarşımızda qoyulan əsas hədəflərdən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır və bu məsələ ona görə bizim üçün prioritetdir ki, İşğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma, ora köç, ləyaqətli, təhlükəsiz köç, həm də bizim tariximizin ən böyük zəfərinin, son 1000 ilin, bəlkə də bölgənin ən böyük zəfərinin nəticələrinin dayanıqlığını qorumağa xidmət edir. O ki, qaldı möhtərəm Prezidentin buradan verdiyi, yəni Ağdamdan ikinci yaşayış kompleksinin açılışında verdiyi bəyanatlar bu sözün əsl mənasında tarixi çıxışı idi. Bu, Azərbaycanın post-münaqişə dövründə qan yaddaşı ilə bağlı, qan yaddaşına əsaslanan sülhün dayanıqlığı istiqamətində səyləri baxımından, həmçinin Azərbaycanın sonraki inkişaf strategiyası baxımından özündə mühüm direktivləri əks etdirən vacib yol xəritəsi sayılmalıdır. Azərbaycan bir mənalı şəkildə sülh ölkəsidir. Biz həm konstitusion qaydada müharibələri rədd edirik, həm konstitusion qaydada bəyan etmişik ki, bütün dünya xalqları ilə ümumbəşəri dəyərlərə sadiq qalaraq sülh əmin-amanlıq şəraitində yaşayaq, bu istiqamətdə fəaliyyət göstərək. Eyni zamanda möhtərəm Cənab Prezidentin fəaliyyətində beynəlxalq humanitar hüquq, hətta müharibə dövründə bir mənalı şəkildə rəhbər tutulub. Biz sülhə həmişə sadiq olmuşuq və bugün əgər Cənubi Qafqazda real sülhə doğru addımlardan danışırıqsa, o da məhz Cənab İlham Əliyevin qalib tərəf olmasına baxmayaraq, qalib sərkərdə olmasına baxmayaraq, sülh təşəbbüslərini irəli sürməsi situasiyasının üzərində qurulub. Bugün Azərbaycan və Ermənistan arasında paraflanan saziş bir mənalı şəkildə Cənab İlham Əliyevin sülh şərtlərinin bir mənalı şəkildə hüquqi bazisə köçürülməsidir. Belə bir şəraitdə əlbəttə ki, Azərbaycanın bugün sülhdən danışmağa və Azərbaycan liderinin həm də keçmişi obyektiv şəkildə təhlil etməyə tam mənada ixtiyarı var. Həm də qalib kimi. Çox təəssüflər olsun ki, dünyada gücün hüququ bir mənalı şəkildə hüququn gücünü üstələyir və biz də məhz bu nüansla hərəkət edib, əks hücumla öz ərazi bütövlüyümüzü, torpaqlarımızın bütövlüyünü, sərhəd bütövlüyümüzü, suverenliyimizi və nəhayət ərazimizdəki separatizmə son qoymaqla bütövlükdə dövlət atributlarımızın tamamlanmasına gətirib çıxaran bir status quo-ya nail olmuşuq. Və ötən dövr ərzində Cənab İlham Əliyev çox haqlı olaraq vurğuladı ki, bu sadə qələbə deyil. Yəni biz hansısa ölkəyə hərbi cəhətdən qalib gəlib, iki ordu döyüşüb, bir ordu digərindən üstün olub, kimi bir qələbə kimi baxmırıq. Ermənistan yalnız özü deyildi. Ermənistanın arxasında dünyanın iri gücləri var idi. Dünyanın nüvə dövlətləri var idi. Ermənistan dünyanın nüvə dövlətləri tərəfindən silahlandırılırdı. Azərbaycan belə şəraitdə, dövlət başçımızın Ağdamlarla söhbət etdiyi kimi belə şəraitdə qalib gəldi və bu, bir daha deyirik, bəlkə də zaman-zaman ayrı-ayrı ölkələrin qarşısına bu kimi problemlər çıxıb, amma bu səviyyədə qələbə və bu səviyyədə, bu müstəvidə döyüş və bu döyüşdən kiçik, əhalicə, ərazicə, çox-çox o iri güclərdən göstəriciləri aşağı olan bir dövlətin qalib çıxması, bir mənalı şəkildə bu məsələdə biz Cənab İlham Əliyevin vizyonuna, qətiyyətinə minnətdarıq. Və təbii ki, ötən dövrə biz baxsaq, ciddi ədalətsizliklərdən üzləşmişikmi, üzləşmişik. Açıq şəkildə bizi münaqişənin dayanıqlığına, eyni zamanda münaqişə nəticəsində o dövrdə yaranan, işğal təcavüzə əsaslanan status quo ilə barışmağa çağırıblar. Lakin Cənab İlham Əliyevin qətiyyəti ilə Azərbaycan bununla razılaşmadı. Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq özünün ərazi bütövlüyünü bərpa etdi və bugün Cənab Prezidentin Ağdamda da təhlil etdiyi kimi bugün bizim vəzifəmiz həmin faciələrin təkrarlanmasına yol verməməkdir. Buradan hansı yoldan keçir? Birinci, güclü olmalıyıq. İkincisi, biz düşmənçilik təlqin etmədən
qan yaddaşımızı unutmamalıyıq. Qan yaddaşını unudub biz dəfələrlə eyni faciələri yaşamışıq və Xankəndində açılan həmin deməli Zəfər parkı, ölkəmizin ikinci Zəfər tağı, digər addımlar, Cənab İlham Əliyevin özünün mütəmadi bu prosesə xüsusi tezislərlə yanaşması əslində Azərbaycan tarixçiləri qarşısında, Azərbaycan ictimaiyyəti qarşısında böyük vəzifə qoyur. Çox təəssüflər olsun ki, tarixçilərimiz bizim zaman-zaman yanlış istiqamətdə tarixi təfsir etməyə başlayırlar. Məsələn, 90-larda müstəqilliyə gedən yolumuzla bağlı, Cumhuriyyət dövrü ilə bağlı bizə zaman-zaman saxta tarix aşılamağa çalışırlar. Saxta bir dastanlar uydurmağa çalışırlar. Azərbaycanın real tarixi, real müstəqilliyi haradan başlayır, hara gedir, bunu hər kəs dəqiq bilməlidir. Və Azərbaycanın qələbəsinin də kökündə nə dayanır? Bunu hər kəs bilməlidir və hər birimiz də zəhmət çəkib bu reallığı təlqin etməliyik. Baxın, Ermənistanla Avropa İttifaqının hərbi missiyasının davam etdirilməsi burada xüsusilə qeyd etmək lazımdır. Baxmayaraq ki, sülh sazişinin paraflanması prosesi gedir, yəni sülh üçün addımlar atılır və binokul siyasəti əslində davam edir. Yəni sizcə Ermənistan ehtiyat mı edir, yoxsa Ermənistanın daxilində nələr baş verir? Əslində çox qəribədir ki, Avropa İttifaqı özünü Ermənistandan daha çox daşnaq kimi göstərir. Ermənilərdən daha çox məğlub kimi göstərir və reallıqda da elə Avropa İttifaqı bu prosesdə məğlub tərəfdir. Azərbaycan, bir daha deyirik, beynəlxalq hüququ həmişə aliyin rəhbər tutub. Azərbaycan Avropa İttifaqının ayrı-ayrı üzvləri ilə kifayət qədər yüksək münasibətlərə malikdir. Hətta onların milli təhlükəsizliyində, yəni enerji təhlükəsizliyi anlamında rol alır. Belə bir məqamda Avropa İttifaqı nədənsə sağlam əməkdaşlıq nümunələrini yox, çox təəssüflər olsun ki, öz maraqlarını məhz münaqişələr vasitəsilə həll etmək kimi bir xülyaya düşmüşdü və amma Azərbaycan dövlətinin güc və imkanlarını, potensialını və ən əsası Cənab İlham Əliyev şəxsiyyətini onlar doğru qiymətləndirmədilər deyə bu cür məğlubiyyətlər rast gəldilər. Və bugün onların binokul şousuna hələ də davam etməsi, ayrı-ayrı bitmiş, tükənmiş şəxsləri irəli sürməsi, hansı ki, həmin şəxslərin timsalında biz zaman-zaman onların hansı korrupsioner makinasiyaların, mexanizmlərin içində olduğunu zaman-zaman görmüşük. Avropa Parlamenti bugün demək olar ki, hər ay Azərbaycan əleyhinə qətnamə qəbul edir. Avropa Parlamenti birinci özündə islahatlar aparsın. Avropa Parlamentinin vitse-prezidentindən tutmuş, komitə rəhbərlərindən tutmuş, çox saylı üzvlərinə qədər dəfələrlə korrupsioner lobbiçilik mexanizminin tərkib hissəsi kimi cinayət işi açılıb. Özləri dözməyiblər hətta bu reallığa. Belə olan təqdirdə onları nə ixtiyarla üzvü olmadıqları, hər hansı formada sağlam əməkdaşlıq qurmaq niyyətində olmadıqları bir bölgəyə münasibətdə bu cür qeyri-sağlam addımlar atmağa cəhd eləyirlər. Bugün də onların hərbi missiyaları, ona artıq biz mülki missiya deməməliyik, hərbi dırnaqarası və təhlükəsizlik missiyaları hələ də Ermənistanda binokul şousu ilə məşğuldular. Əlbəttə, Azərbaycan elə bir reallıq yaradıb ki, bundan sonra onlar ancaq Azərbaycana məhz binokulla baxa bilərlər. Azərbaycan dövləti o qədər güclüdür ki, Azərbaycan dövlətinə uzaqdan baxmaqdan başqa hər hansı pis niyyətlə yaxınlaşmaq artıq mümkün deyil. Cənab İlham Əliyevin bu bölgədə yaratdığı reallıq məhz Azərbaycan tərəfindən diktə olunur. Yəni sizcə Ermənistan tərəfi bu kimi missiyaları nə vaxta qədər davam etdirəcək? Əslində Ermənistan tərəfi zaman-zaman özünün öz ucbatından fiyaskosunu qəbul etməkdədir. Məsələn, Paşinyan bugün dayanıqlı şəkildə, davamlı şəkildə Azərbaycan prezidentinə təşəkkür edir. İstər Sankt-Peterburqda, istər Nazirlər Kabinetinin iclasında. Yaxşı, biz bu təklifləri sizə əvvəlcədən verirdik ki, bölgədə kommunikasiya xətləri açılmalıdır, işğala təcavüzə son qoyulmalıdır. Buna niyə dinç yolla getmirdiniz? Yaxud Paşinyan artıq 2026-cı ilin ikinci yarısında Zəngəzur dəhlizinin açılması ilə bağlı anons verir. Tikintisinə başlanması ilə bağlı o 44 kilometrlik ərazini. Yaxşı, Cənab İlham Əliyev 5 il bundan əvvəl sizə deyəndə ki, gecikirsiniz, bu proses ilk növbədə sizə fayda verəcək. Hara baxırdılar? Bu mənada hesab edirəm ki, Ermənistan əslində hələ də zaman-zaman iki stulda oturmağa çalışır və Avropa İttifaqı missiyasına bu və ya digər formada özünün lazım olmayan formada qaranti kimi baxmağa çalışır. Və yaxud bu xoş tərəfdən bunu təfsir etməyə çalışsaq, bəlkə də düşünmək olar ki, seçkilərə qədər hansı formada Paşinyan özünə qarşı qərbdə bir müxalif format yaratmaq istəmir, amma bu da o qədər ağlabatan deyil. İndiki halda əgər Ermənistan və Azərbaycan arasında danışıqlar varsa, əgər Paşinyanın özünün dili ilə desək, bunu biz tərəf yox, məhz Paşinyan qeyd edib ki, artıq sərhədlərdə silahsız əskərlərimiz dayanırsa, sərhədlərimizdə və şərti sərhədlərimizdə. Yaxşı, Avropa İttifaqının missiyası nəyi monitorinq eləyir? Onlar yalnız qızışdırıcı fəaliyyətlə məşğuldur və bundan əvvəl də qızışdırıcıların biz fəaliyyətini görmüşdük. Amerika Birləşmiş Ştatlarının demokratlar iqtidarı dövründə.
Hardadılar onlar? Məsələn, aparıcı fiqur var idi. Senatın Xarici Əlaqələr Komissiyasının sədri özü və həyat yoldaşı ermənilərdən pul aldıqlarına görə, korrupsiya fəaliyyətinə görə artıq hansı taleyi yaşayır, biz bunu bilirik. Və yaxud keçmiş hərbi prokuror Okampo hardadır, nə edir? Yəni, bu kimi adamları alətə, kuklaya çevirmək və hansısa formada nələrəsə nail olmaq artıq mümkün deyil. Artıq Azərbaycan 90'ların AXC müsavatının Azərbaycan deyil. Azərbaycan güclü Azərbaycandır, qalib gəlmiş Azərbaycandır. Bizə kimsə nəyisə diktə edə bilməz. Biz yalnız kiminləsə bərabər hüquqlu, uzlaşmış maraqlar şəklində fəaliyyət göstərə bilərik. Bura bölgədə nəyisə diktə etmək, hansısa ssenarilər qurmaq, o artıq o qatar gedib. Baxın, tranzit yolları açılır və elə Qazaxıstan buğdası ilə yüklənmiş qatar olsun, istər Rusiya taxılı ilə yüklənmiş qatar olsun və eyni zamanda ayı 95 markalı Azərbaycan benzini artıq Ermənistana bazarda artıq satılmağa başlayıb və yenə də baxmayaraq ki, Azərbaycan tərəfindən bu qədər jestlər irəli sürülür və sülh sazişinə tam olaraq əməl olunur, lakin Ermənistan cəmiyyətində hansısa bir naməlum bir xaos var. Yəni bunun əslində heç açıqlamasını məncə Ermənistan hakimiyyəti özü belə söyləyə bilmir, yəni açıqlamasını verə bilmir. Yəni sizcə Paşinyanın siyasəti mi yanlışdır, yoxsa orada hər hansı bir başqa mı qüvvələr var ki, onlar Azərbaycanla sülhü qəbul edə bilmirlər, yoxsa etmək mi istəmirlər? Əslində Azərbaycan və erməni toplumları arasında sülh müqaviləsi hətta imzalandıqdan sonra da belə etimadın yaranması xeyli vaxt çəkəcək. Və bu mənada cəmiyyətin reaksiyaları zaman-zaman gözlənilən olur. Lakin cəmiyyətdə hələ də qızışdırıcı qüvvələrin ayrı-ayrı böyük güclər tərəfindən dəstəklənməsi bu prosesi xeyli uzatmaq təhdidi yaradır. Digər tərəfdən Ermənistanda seçki öncəsi vəziyyətin hökm sürməsi, Ermənistanda hələ də cinayətkarların müxalif obrazında mövcudluğu, o cinayətkarlar ki, sözün əsli mənasında dünya tarixinin ən böyük hərbi cinayətlərini törədiblər Cənubi Qafqazda. Və belə olan təqdirdə əlbəttə ki, eyni zamanda Ermənistan hakimiyyətinin özünün də bir mənalı, suveren haqqa malik olmaması fonunda əlbəttə ki, o dediyiniz xaosu müşahidə etmək mümkündür. Amma istənilən halda bugün işin müsbət tərəfi ondan ibarətdir ki, proseslər Azərbaycan müəyyən edir. Cənab İlham Əliyevin hələ bir neçə il əvvəl dediyi kimi, bu bölgənin bütövlükdə siyasi gündəliyini Azərbaycan müəyyən edir və bu bölgənin təhlükəsizlik qarantoru Cənab İlham Əliyev şəxsiyyəti və Azərbaycan ordusunun, onun Müzəffər Ali Başkomandanlığında Azərbaycan ordusunun getdikcə güclənən əmsalıdır. Belə olan təqdirdə təbii ki, Ermənistandakı xaos, əlbəttə biz bu xaosu arzulamazıq. Biz arzulayırıq ki, ən qısa müddətdə sağlam, öz iradəsinə sahib bir dövlətlə sülh müqaviləsi bağlayaq. Başqasının alətinə çevrilməyəcək bir dövlətlə sülh müqaviləsi bağlayaq. Amma indiki halda reallıq bundan ibarətdir. Təbii ki, biz bu prosesdə bir daha deyirik, ümidlə baxırıq gələcəyə. İndiki halda bizi bir daha deyirəm, arxayın salan Azərbaycan dövlətinin güc və imkanları da ki, proseslərə yön verən bizik. Yəni Ermənistanda kimsə hakimiyyəti dəyişib, kimsə hansısa formada formatı dəyişib, nəyisə bu bölgədə köklü surətdə bu status quoya müdaxilə edə bilməyəcək. Baxın, Amerika Birləşmiş Ştatlarının azadlığa dəstək aktına ədalət sulaq, yəni 907-ci düzəlişin hələ də qalması, baxmayaraq ki, Donald Trump bunu dondurub, lakin bu akt hələ də qalmaqdadır. Yəni bu çox absurd əslində görsənir və Azərbaycan artıq sülh təşəbbüslərini də irəli sürür və sülhü konkret addımlarla irəli aparır. Və bu düzəlişin, 907-ci düzəliş nəyə görə hələ də tamamilə ləğv edilməyib? Əslində, Cənab Prezident Ağdamda maraqlı bir məqama toxundu ki, Ermənistan işğal dövründə, özünün ən güclü dövründə belə əslində iqtisadi cəhətdən çox zəif bir dövlət idi. Ermənistana normal 3-5 beynəlxalq hüquqa hörmət edən iri güc sanksiyalar tətbiq etsəydi, sadəcə beynəlxalq hüquq naminə və beynəlxalq hüquq çərçivəsində Ermənistan nə 30 il işğalı davam etdirməzdi, nə separatizm uzun müddət belə güclənməzdi, nə də bugün Azərbaycan və erməni tərəfi bu qədər itkilər verməzdi. Belə olan təqdirdə əlbəttə ki, bugün dünyada biz dünyadan ədalət gözləyə bilmərik. O cümlədən də 907-ci düzəliş qeyd etdiyiniz kimi, deməli, demokratlar dövründə 90-cı illərin əvvəllərində qəbul edilib və heç şübhəsiz ki, qeyri-sağlam niyyətlərə erməni lobbisinin və korrupsiya meyilli digər senatorların bütövlükdə dəstəyi ilə gündəmə gəlib. Amma Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Donald Trumpın prosesə müdaxiləsi əslində bu və digər formada müəyyən ümidlər vəd edir. Bilirsiniz, 907-ci düzəliş, azadlığa dəstək aktına 907-ci düzəliş əslində qərb imperializminin zaman-zaman ikiyüzlülüyünün əsas göstəricisi olub. Bizə ehtiyac duyanda bizə Cənab İlham Əliyev də bunu ifadə edib.
Onlar 907-ci düzəlişin qüvvəsini dayandırırdılar, Azərbaycanla bağlı xoş bəyanatlar verirdilər. Elə ki, Əfqanistandan qaçdılar, xüsusən demokratlar dövründə. Azərbaycan artıq tranzit olaraq onlar üçün o qədər də önəmli olmamağa başladı və onlar hesabla edilər ki, Azərbaycandansa qalib dırnaqarası işğalı, təcavüzü və bölgədə əsas yüksəklikləri ələ keçirmiş işğalçı dövlət Ermənistanla əlaqələri daha normal ola bilər və xristian Ermənistanla. Azərbaycan prezidenti bu status quo-nu yerinə yeksan etdi və Amerika Birləşmiş Ştatlarında yeni hakimiyyət cənab Donald Trump çox praqmatik baxışlarla başa düşdü ki, bu bölgədə əgər Amerikanın maraqlarını qorumaq istəyirlərsə, birmənalı şəkildə qalib və güclü tərəflə və diktə edən tərəflə birmənalı şəkildə əlaqələr qurulmalıdır və maraqlar uzlaşdırılmalıdır. Və nəticə etibarilə biz 8 avqust razılaşmalarını görürük. Artıq Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair işçi qrupunun fəaliyyətinə şahidlik edirik. Həmçinin təbii ki, Zəngəzur dəhlizi istiqamətində bizim ortaq maraqlarımız var və bu maraqları da birmənalı şəkildə qeyd etməliyik ki, tarixin təbii axarında formalaşmayıb. Bu maraqlar Amerika Birləşmiş Ştatlarının ədalətinə əsaslanıb formalaşmayıb. Cənab İlham Əliyev bu maraqları uzlaşdırıb və elə bir situasiya formalaşıb ki, sadəcə qərbdən, yəni okean notayından, Vaşinqtondan normal, praqmatik baxışla bu qərara gəlmək olardı. Bəhruz müəllim, son olaraq bir son sual verəcəm. Hərbi bazanın gücləndirilməsi. Yəni, baxmayaraq ki, sülh şəraitindəyik hazırda, yəni sülh sazişi paraflanır, lakin eyni zamanda da yəni, qan yaddaşımızı unutmamalı və hərbi bazada güclənməlidir. Baxmayaraq ki, bir çox ölkələr elə bunu biruzə verirdilər ki, sanki Azərbaycan Ermənistan növbəti hücum üçün hazırlaşır. Yəni, ümumiyyətlə, bunu əslində necə başa salmaq lazımdır ki, digər ölkələrə, xüsusilə qərb ölkələrinə və erməniləri dəstəkləyən qüvvələrə ki, əslində hərbi potensial, yəni bir dövlət üçün nə deməkdir? Bilirsiniz, əgər bugün Ermənistan artıq əvvəlki qaydada Azərbaycana qarşı analoji müharibə iddiaları ilə çıxış etmirsə, yəni erməni cəmiyyətində, erməni mətbuatında Azərbaycanın növbəti dırnaqarası hücumları barədə artıq tədricən danışmamağa başlayıblarsa, qərb ölkələri məncə öz işləri ilə məşğul olsalar yaxşıdır. Azərbaycan konstitusion qaydada 9-cu maddədə ifadə edir ki, biz başqalarının ərazi bütövlüyü, müstəqilliyinə, qəsd vasitəsi kimi müharibələri rədd edirik. Biz heç vaxt müharibə tərəfdar olmamışıq. Biz müharibə istəsəydik, 94-cü ildə Ulu Öndər, onun komandanlığı altında artıq Azərbaycan ordusu qələbələrə doğru gedirdi. Biz o zaman müharibə istəmədik, danışıqlara üst tutduq. Cənab İlham Əliyev uzun müddət dialoqa ümid etdi. Lakin müharibəni yenidən özləri başladılar və Ermənistanın əgər ən zəif vaxtında, bugün də zəif vaxtında, amma müharibənin gedişində biz o şərti sərhədləri keçib irəliləsəydik, kim bizə deyə bilərdik ki, sərhədlər hardadır? Kim Azərbaycan ordusunu, Cənab İlham Əliyevin qətiyyətini qırıb ordunun hücumunda dayandıra bilərdi? Heç kim. Azərbaycanın azadlıq, eyni zamanda suverenlik yürüşünü heç kim dayandıra bilməzdi. Cənab İlham Əliyevin qətiyyətinə heç kim təsir edə bilməzdi. Belə bir halda, əgər Cənab İlham Əliyev qətiyyət göstərib şərti sərhədlərdə ordunu saxladısa və beynəlxalq hüquqa hörmət mühiti yaratdısa, bugün kimsə bizə yeni müharibə barədə danışa bilməz və təbii ki, biz ordumuzu gücləndirməliyik. Keçmişə, yaxın keçmişə baxanda görürük ki, nə qədər ədalətsiz, nə qədər beynəlxalq hüquqa zidd qüvvələr formalaşıb, biz özümüzü müdafiə etmək hüququna malikik. Bizim müdafiə qabiliyyətimizi artırmaq əslində bölgənin təhlükəsizliyinin təmini deməkdir.